وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamu aleykum və rahmetullahi və bərəkatuhu. Deməli biz bu gün elhamdülillah 6-cı La ilahe illallah 6-cı şərtdən gəlib çatdıq. Və necə dedik, La ilahe illallah demək hələ belə deyil. Müəyyən əməllər var, ola eləməlisən, müəyyən qadağanlar var, onlardan çəkinməlisən. Elə belə kəlmə deyil. Yəni, kim ki elə başa düşür ki, La ilahe illallah deyil, heç nə eləmə, səhvdir. Və insanlar bu kəlməyə başa düşmür, çoxsu. Görürsən, La ilahe illallah deyir, məsələn, gedir pirə. Bu dəlildir ki, başa düşmür. Başa düşsəydi, pirə gedməzdi axı. Çünki La ilahe illallah o deməkdir ki, yəni pirlərə gedmə. Mənasını daşıyır. Çünki Allahdan başqa ibadətə layiq olan məbud, haqq məbud yoxdur. Onlar gedirlər pirə, ibadət edirlər orada. Birdən deyə bilərlər ki, yox, ibadət eləmirik, amma dua edirsən, gedir avamlar, xüsusən əqidəni bilməyən adamlar, cahillər gedir orada, bilmirlər Allaha necə dua eləmək lazım. Gedirlər, ondan istəyirlər. Təbii ki, çoxsu cahildir. Ona görə, o məsələyə görə təkfir eləmirik onları. Çünki cahillik üzürdür. Gedənlərin çox səhvdir, dindirəndə bəzi cahillər deyir, yox, mən ondan istəmirəm ki. Yəni, qəbul eləmir ondan istəməyi. Deyir, Allahdan istəyən. Lakin orada gelin nöş istəyirsən. O gedməyin orada problem daxil. Və bunlar hamısı dəlil nədir? Dəlildir ki, onlar La ilahe illallah başa düşməyiblər. La ilahe illallah şərtləri var və şərtlərdən biz 5-in artıq dedik. Şeyx sonra buyurur ki, Əş-şərtur sədis 6-cı şərt. Əl-inqiyad bi huquqihə və yəl-əmalil vacibə və-l-ixlasu lillahi və talabən li-mardatihi. Deməli, 6-cı şərt əl-inqiyad. İnqiyad, yəni əməl, xulasa. Yəni, La ilahe illallah deyən əməli olmalıdır. Kim ki, fikirləşir ki, La ilahe illallah deyib, heç nə eləməmək, o La ilahe illallah fayda verməyəcək. Mütləq əməl olmalıdır. Və burada müəllif, rahiməhullah, buyurur ki, və dəlilul inqiyad limə dəllət aleyhi qavluhu ta'ala və ənibu ilə rabbikum və əslimu ləh və qavluhu ta'ala və mən əhsənu qavlən mimmən əsləmə vəcəhəhu lillahi və muhsin və qavluhu ta'ala və mən yuslim vəcəhəhu ilallah və huvə muhsin fəqad istəmsiqə bil-urvətil uthqa ey bi la ilahe illallah və qavluhu ta'ala فلا وربك لا يؤمنون حتى يحكموك فيما شجر بينهم ثم لا يجدوا في أنفسهم حرجا مما قضيت ويسلموا تسليما ومن السنة قول صلى الله عليه وسلم لا يؤمن أحدكم حتى يكون حواه تبعا لما جئت به. Müəllif burada bir neçə də ayə gətirir və hədis. Və ayələrdən birinci Ənibu ilə Rabbikum və əslimu ləh. Ənibu ilə Rabbikum. Yəni, Allaha tərəf dönün. Allaha tərəf dönün və əslimu ləh. Və əslimu ləh, yəni təslim olun. Yəni, əməllə. Əməl vacibdir. Əməl imandandır. Bəzi xavariclər ittiham edir ki, bizə murciə deyirlər. Deyirlər ki, biz əməli imandan görmürük. Yox, biz deyirik, əməli imandan. Necə əməli imandan görmürük? Onlar sadəcə nədən götürürlər? Onlar deyirlər ki, siz deyirsiniz ki, namaz qılmayan müsəlmandır. Deməli, əməl görmürsə, müsəlman görürsünüz, deməli, murciədir. Murciələr deyir ki, əməl olmasa, adam mömindir. Bundan, məsələn, götürdüyü məsələlərdən biri. Yox, birinci biz demək ki, namaz qılmayan kafir deyil, bunu biz demirik, alimlər deyir. Əhl-i-Sünnə vəl-Cəmaə alimlər deyir, özü az deyil. İkinci də, o demək deyil, birində ola bilsin, namaz olmasın. Amma başqa əməllər olsun axı. Namaz la ilahe illallah kimi deyil axı.
alimlər ittifaq ediblər ki, la ilahe illallah olmasa kafirdir. Amma o 4 ki, rükün var, namaz, oruc, həc, zəkat, onu tərk eləyəndə ixtilaf var. Necə Şeyxülislam buyurur, İbn-i Teymiyyə və başqa alimlər. Aydındır. Ona görə hətta o alimlər ki, deyib ki, namaz qılmayan kafir deyil, nə deyiblər olar? Amma deyiblər, böyük günah sahibidir. Deyiblər ki, imanı naqisdir, imanı təhsildir, günahdır. Ən böyük günahlardan biridir namaz qılmamaq. Və əməli imandan ayırmayıblar onlar. Onlar deyirlər ki, əməli imandandır. Aydınlı qardaşlar. Deməli, burada müəllif buyurur ki, ayə gətirir və ənibu ilə rabbikum və əslimu ləh. Allah Taala tərəfə dönün, Rəbbinizə tərəf dönün və təslim olun, yəni itaətlə, ixlas ilə. Və Şeyx Sa'di buyurur, Şeyx Ubeyd də burada gətirir Şeyx Sa'dinin sözün, Bəğavinin sözün, Şeyx Sa'dinin sözün. Deyir ki, ilə rabbikum və əslimu ləh, dəlil alə ixlas. Və ənəhu min dunil ixlas, lə tufidul ə'məl, əz-zahir vəl-batinə şeyən. Yəni, Şeyx Sa'di buyurur ki, yəni, ixlasla, bu ayə dəlildir ki, Allaha ixlasla ibadət eləməyi. Çünki ixlas olmasa, nə zahiri, nə batini əməllərin heç bir faydası olmayacaq. İxlas, yəni, yalnız Allaha. Yəni, Allah üçün olmasa, o əməllər, deməli, faydası olmayacaq. Və burada müəllif Şeyx Ubeyd şərhində sonra ənibu, yəni tələsin. Tələsin, bir hədis gətirir. Hədis Müslim rivayət edib. Hədisdə buyurur ki, bədru bil əməli sittə. Yəni, 6 şeyi etməkdə tələsin. 6 şey var ki, onu etməkdə tələsin. Yəni, 6 şey gələnəcən tələsin etməyi, əməlinizi etməyi. Nə edirsiniz, edin, salih əməllərdən. Onlardan nədir? 6 şeydən. Hansı ki, onlar gələnəcən. Tulu-u şəms min məğribihə. Günəşin batdığı yerdən çıxan, yəni qiyamətin əlamətləridir. Duxan. Duxan tüstünün gəlişi. Gələnəcən. Dəccal. Dəccal aydındır. Dəbbə, heyvan. Hansı ki, yerdən çıxacaq. O xassa ahadikum o əmrul əmmə. Yəni, bu 6 şeyi gələnəcən tələsin. Çünki bu 6 şeydə, məsələn, biri artıq tövbə qapısı bağlanır. O gəlsə tövbə qapısı bağlanır. Tövbə qapısı iki halda bağlanacaq. Ruh çıxan vaxtı, bir də günəş batdığı yerdən çıxanda. Tövbə eləsən də artıq faydası olmayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, bunlar gələnəcən tələsin. Yəni, tələs əməlidir, tövbə elə, o mənada. Tövbə elə, tələs əməllər, namaz qıl, tələs ibadət və elə, nə bacarırsan. Nə bacarırsan, hansı əməli olsa olsun. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdular, sabah bir şey qiyamətdir, neyini yeyək? Məsələn, Rasul sallallahu əleyhi və səlləm deyir ki, ağac əkün. Yəni, əməldir. Hansı əməli görürsən, gör. Birinci, günəş batdığı yerdən çıxmağı. İkinci, duxan. Duxan, bunlar hamısı qiyamətin əlamətlərindəndir, böyük. Tüstünün çıxmağı, sonra dəccal, sonra dəbbə, yerdən heyvanın çıxmağı. O xassa ahadikum əmrul əmmə. Ya özünüzə xas olan bir şey, ya da ümumi olan bir şey. Məsələn, özünüzə xas, məsələn, burada şərhlər cürbəcürdür, məsələn, demək olar, xəstəlik. Bekarsan, sonra məşğuliyyət gəlir, eləyə bilməyəcəksən nəsə. Və ya, məsələn, ümumi, məsələn, ümmətə aid nəsə. Məsələn, başqa şeylərlə, ümumi şeylərlə başını qatırsan, əməllər yaddan çıxır. Başqa hədislər, bu mənada hədislər çoxdur. O başqa hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, 5 şey gəlməmişdən qabaq, 5 şeyi elə yenə. 5 şey gəlməmişdən qabaq, 5 şeyi çatdır, elə. Məsələn, cavanlığından istifadə elə. Qocalıq nə? Gəlməyincə. Qocalanda artıq çox şeylər eləyə bilməyəcəksən. Sonra həmçinin
Sağlamlığından istifadə elə. Xəstəlik gəlməyincə. Xəstəlik gələndə eləyə bilməyəcəksən. Yəni, insan sağlamlığından, cavanlığından istifadə eləməlidir. Nəyə? Günaha yox. Zinaya, içkiyə və s. böyük günahlara, ibadətə, itaətə və həmçinin vaxtından istifadə elə, boşluğundan, məşğul olanacan. Sonra məşğul olanda çatdıra bilməyəcəksən. Nə qədər adam var ki, vaxtı çatmır, hətta Quran oxumağa, vaxtı çatmır, meçidə getməyə, vaxtı çatmır, dərslərdə iştirak eləməyə, vaxtı çatmır, aliyə baxmağa, uşaqların tərbiyəsinə baxmağa və həmçinin istifadə elə imkanından, maddi cəhətdən, varlığından, kasıblıq gəlməyənəcən. İmkanın var, istifadə elə. Sədəqə ilə, istifadə elə, həcc ömrə ilə, istifadə elə, elm öyrənmə ilə. Və həmçinin, hədisdə gəlir, həmçinin 5-ci, həyatından istifadə elə. Ölüm gəlməyənəcən. Aydındır, qardaşlar, ona görə bunlar hamısı göstərir, müsəlman tələsməlidir. Tələsməlidir. Ona görə nə qədər insanlar var, görürsən, la ilə illallah heç vecinə deyil öyrənmək. Bir də öyrənin, bir baxın bu mənası nədir. Ona görə tələs. Tələs, la ilə illallah, tələs öyrən, mənası nədir? Tələs öyrən, bu kəlməni deyən nə etməlidir? Bu kəlməni deyən nədən çəkinməlidir? Sonra gec olacaq. Sonra çatdıra bilməyəcəksən. Gözləyirsən pensiyadan sonra birinci hələn pensiyaya çatacaqsan məyər? Hardan bilsən pensiyada olacaqsan? İkinci də pensiya olanda, ola bilsin yataq düşdün, xəstə oldun, ola bilsin vaxtın olmadı, eləyə bilməyəcəksən işdən. Ona görə büyünün işini sabaha qoyma. Və burada müəllif başqa ayələr də gətirir. وَمَنْ أَسْلَمُ دِينًا مِمَّنْ أَسْلَمُ وَجْهَهُ لِلَّهِ وَهُ مُحْسِنٌ. Bu mənada ayələr gətirir Şeyx rahimehullah. فَلَا وَرَبُّكَ لَا يُؤْمِنُونَ. Sonra gətirir ki, yəni Allah və Rəsulunun sözü gələndə mömin başqa daha fikir söyləməməlidir. Sadəcə nə olmalıdır? Təslim olmalıdır. Yəni bu mövzular hamısı təslim olmaqdan, müsəlman təslim olmalıdır. Allah və Rasulun ayəsinə, əmirlərinə, nəhlərinə təslim olmalıdır və tələsməlidir. Hamısı bunlar nə? Təslim mənası nədir? Yəni, əməl eləmək. La iləhə illallahını deyən gərək əməl eləməlidir. Yoxsa faydası olmayacaq ümumən. Bunu yadda saxla həmişə. Elə belə kəlmə deyil. Burada müəllif sonra bir hədis gətirir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, La yu'minu ahadukum hatta yakunu havahu taban lima ji'tu bih. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, siz mömin olmazsınız. Siz mömin olmazsınız o hədislər, siz mömin olmazsınız, yəni imanınız kamil olmaz. O mənada. Yəni o demək deyil, siz mömin olmazsınız, əgər belə olmasa, o demək deyil, belə olmasa kafirsən. Yəni imanı kamil deyilsən. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, la yu'minu ahadukum. Siz imanınız kamil olmaz. Hətta yakunu havahu taban lima ji'tu bih. Yəni havası, onun nəfsi, istəkləri Peyğəmbər sallallahu əleyhi və səlləm gələnə tabe olmayacaq. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm tabe olmayacaq, imanın kamil olmayacaq. La iləhə illallahını deməyənəcən, la iləhə illallah əməl etməyənəcən, imanın kamil olmayacaq. La iləhə illallah deməyənəcən, ixlasla, elmlə, sidqən cənnətə girmirsən. Ona görə qardaşlar, yəni bu kəlmə, baxmayaraq bu hədisin düzdür, ətrafında söz-söhbət var, lakin mənası düzdür. Mənası düzdür və inqiyad, hansı ki, la iləhə illallahın şərtlərindəndir, inqiyad əməl vacibdir, la iləhə illallah deyən üçün. Sonra burada şeyx buyurur, Əş-şərtu səbi' 7-ci şərt, Əl-qabul. Əl-qabul. Yəni, la iləhə illallah deyən, hər şey qəbul eləməlidir, ona dəlalət eləyir, nəyisə rədd eləməməlidir. Görürsən, bunda da hər bir fikir versə, hər bir şərtdə
cahillərdə problem var. Düzgün başa düşməyiblər, əcayib sözlər deyirlər. Hətta qəbulda da indi, qəbulda da gəlir deyəcək, la ilahe illallah deyir, bu tərəfdən deyir, axirətə inanmıram. Deyir, yox, Allah və Rasulullah inanıram, amma axirətə inanmıram. Necə ya? Sən inanırsan Allah və Rasulullah, Allah və Rasulullah deyib də axirət. Mən özümdən fikirləşmişəm axirəti. Yəni, ziddiyyatdasan, mövqeyi dəqiqləşdir. Necə ya? Deyirsən, mən Allah və Rasulullah inanıram, axirətə inanmayan kafirdir. Axirətə inanmayan kafirdir. Özdə axirətə iman, öləndən sonra nə baş verir, hamısı axirətə imandır. Biri desə, mən Allah'a inanıram, lakin qəbir əzabına inanmıram, kafirdir. Çünki qəbir əzabı axirətə imandır. Mələklərin gəlib soru-sualı axirətə imandır. Bərzəx axirətə imandır. İnsanların qəbirlərindən qalxmaqları axirətə imandır. Ərasat axirətə imandır. Sual, kitablar, tərəzi, sirat, cənnət, cəhənnəm, bunlar hamısı axirətə imandır. Bunların birinə inanmasan, insan kafir olur. Müsəlman belə şey deməz axı. Ona görə əcaibdir, qəribədir insanlar, o cür insanların halı, cahillərin. Buradan deyir, mən inanıram, buradan deyir, yox, buna inanmıram. İnşallah ona görə la ilahe illallah şərtində fikir versiniz, qardaşlar. Bu şərtlər ki var, 6 dənəsi. Hamısında görürsünüz, cahillərdə problemləri var. İnşallah 7-ci şərti də gələn məclisimizdə oxuyarıq. Allah alimlərimizə rəhmət eləsin. Allah subhanət hələ bizi eşitib faydalardan etsin. Və sələmu aleykum və rəhmətullah.